ölümün üçün həyatından götür. Ölümün üçün həyatından istifadə et. Ona görə elə əməllər etməyimiz lazımdır ki, hətta öləndən sonra da bizə savablar gətirsin. Öləndən sonra da həmin əməllərin savabını görək. Amma bunun əksinə olsa, öldükdən sonra dünyada özümüzdən sonra günahlar, ardı kəsilməyən günahlar qoyub getsək, vallahi bundan təhlükəli bir şey yoxdur. Ölmüsən, əməllərin dayanıb, lakin günahlar dayanmır, gəlir. Niyə? Dünyada etdiyin və özündən sonra qoyub getdiyin günahlara görə. Hansı ki o günahlar ki davamiyyəti ardı gələn günahlar qoyub getmisənsə, bu da çox təhlükəli bir haldır. Ona görə insan bunun əksinə Allahın razı qaldığı işə həris olması lazımdır. Öldükdən sonra ona savab gətirən, axar sədəqə olan əməlləri qoyması lazımdır. Bu da Allahla olan həqiqi ticarətdir ki, insan bu ticarəti unutmaması lazımdır.